əhəmiyyəti olan bir səfər realbaşı müzakirə müxtəlif siyasi partiya rəhbərləri, politologlar və jurnalistlər işğaldan azad edilmiş ölkələrdə əvvəlcə Füzuli şəhərində, daha sonra Cəbrayıl şəhərində, indi isə Zəngilanda və Zəngilan məscidinin önündəyik. Mən bunu bu gün də bir çox media platformalarına vurğuladım ki, bu gün Azərbaycan təkcə böyük qayıdış üzrə bir simvol formalaşdırmır. Həm də eyni zamanda bugün Azərbaycanda siyasi kimliyindən, mənsubiyyətindən asılı olmayaraq insanların vahid vətən tutmaq anlayışı həmrəyliyinin ən güclü nümunəsi edilmiş torpaqlarda dövlətimizin ən qısa zamanda çevik reaksiyaları ilə abadlıq və yenidən qurma prosesini şahidlik edirik. Həm də siyasi partiyaların vətən üçün, dövlət üçün, birlik üçün bir araya gəldiyini, həmrəylik göstərdiyini görürük ki, artıq bu sahədə də bir Azərbaycan modeli ilə müzakirə edilir.